İran qürur, od, tarix, ad, hamısı bu torpaqdadır və bu səfər İranın ürəyinə gedən bir yoldur. Təxtecəmşid. Bu torpaqlarda bir zamanlar imperatorlar, daşlar danışmışdır, amma padişahlar günəşə baxıb hər sütun öz adlarını hər tarixə yazmışdılar. Minlərin şahididir. Daş pilləkənlərində minlərcə ayaq keçib, amma heç biri bu izləri silə bilməyib. Təxtecəmşid insanın yaratma gücünün rəzmidir, ruhunu daşa çevirdiği bir məbəd. Günəş burada başqa doğur, çünki bu yerdə hər səhər keçmiş yenidən uyanır. Yel sütunların arasından keçəndə elə bir ki, qədim İranlıların səsi pıçıllayıb eşitilir. Burada təkcə daş və torpaq deyil, bu bir millətin qürurudur, bir hafizənin nəfəsidir. Təxtecəmşid bu səssiz sarayda tarix hala da nəfəs çəkir. Və əsrlərdir ki, sükutun dili danışır. Bu qəyə daşlarında şahların məzarlığı oyulub. Nəxşi yerdə yox, burada dağlar yatıblar, adları qucaqlayıb. Hər qapı bir padişahın səsi, hər rəsim bir sultanın izidir. Bura sadəcə bir məzarlıq deyil, burası bir imperatorluğun səssiz müzəsidir. Burada daşa sözün gücünü yazıblar. Nəxşi Rüstəm, geçmişin burada sükutla danışığı var.
Bistun dağının ətəyində yel tarix danışır. Sanki hər daş bir nəfəs, hər sükut bir hekayədir. Bistun dağında Böyük Daryuş öz adını daşlara yazdı. Yazı deyil, bir dövlətin qürurunu oydular bu dağlara. Əsrlər keçdi, imperatorluqlar dağıldı. Amma o yazı yel kimin azad, dağ kimin qalib qaldı. Bistun duvarlarında kazılan bu yazılar sadəcə bir tarix deyil, bu insan əlinin əbədi izidir. Deyilənlərə görə Fərhad bu dağı sevdası üçün oydu. Daşdan bir məbəd yaratdı. Bir yanda şahların səsi, bir yanda aşıqların fəryadı. Bistun dağı həm hökumətin, həm məhəbbətin səhnəsidir. Tağı bostan, burada dağlar suyla görüşüb, tarixi bir aynaya dönüşüb. Bu daş tağlar Sasani dövranından qalma. Burada şahlar öz zəfərlərini daşa həkk ediblər. Su axır, yel əsir, amma bu daş şəkillər min illərdir dəyişmir. Tağ-Bustan bir zamanlar şahların qürurlu təxti, indi isə xalqin xatirə aynasıdır. Burada tarix su kimin axır, amma hafizə daş kimin qalır. Nəxçi-Cahan meydanı. Burada zaman qədəmləmir, uçur. Elə bir ki, tarixin qəlbi bu meydanda atır. Dörd tərəfində minarələr səssizcə baxır, elə bir əsrlərin şahididir. Bura bir zamanlar şahların ürəyi idi. Tüccarlar, sənətkarlar, şairlər bu meydanda toplanırdı. Qəfələrin üstündə günəş parlırdı. Külliyələri qızıl rəngə boyurdu. Səslər, qədəmlər, sazlar, zurnalar yüksəlir. Bu meydanda hala nəfəs alınır.
Tarix bu meydanda daşda deyil, insanla yazılıb. O üzlər, o qədəmlər, o gülüşlər. Amma İmam Məscidinin cübbəsi göyə baxır, sanki bir dua kimi, əbədi bir sükut kimi. Nəqşi-Cihan sadəcə bir meydan deyil, o bir millətin nəfəsi, o zamanın qəlbində yazılmış bir nəğmədir. Fil bağı. Fil bağında hər ağacın altında bir sır yatır. Suyun hər damlası bir xatirəni danışır. Bu bağ 16-cı yüzyılında kuruldu. Şahların qədəm səsləri bu torpaqlarda yankılandı. Şah Abbas 16-cı yüzyılında bu bağı gözəlliyi və səssizliyi üçün seçmişdi. Bu bağda hələcə Şah Abbasın nəfəsi hiss edilir. O burayı gözəlliyi üçün, sükunəti üçün seçmişdi. Amma tarix həmişə sakit və sükunətli olmaz. O illərdə kış fəslində bu bağın suyu qana boyandı. Burada olan hamamda onun soyuq və səssiz duvarları Mirzə Təqixan Əmir Kəbirin son nəfəsini duydu. Bu bağ bir zamanlar şahların seyr elədiyi bir yer, bir zamanlarda Əmir Kəbir təkin kişinin susturduğu bir yerdir. Bu yer həm gözəlliyin, həm də hüznün aynasıdır. Əbiyanə. Burada hər daş, hər divar geçmişin nəfəsini içində saxlar. Dağların ətəyində kurulmuş bu kənd 1000 illik tarixdən danışır. Dar küçələr, taxta qapılar, hər köşə bir nəslin izlərini taşıyır. Bu kənd bir zamanlar Sasani dövranından kalma yollara da şahid olub və əsrlər boyu öz simasını dəyişməyib. Burada xanımlar qırmızı nəqşili şarqatlardan kimliklərini əsrlərdir qoruyublar. Elə bir zaman bu kənddə durmuş, nə təzə düzəltmələr, nə texnoloji bu səssizliyi bozmuyub. Əbiyanə bir mucize deyil, o yaşayan bir tarix, səssizlikdən danışan bir hafizədir.
El gölü, şahların nəfəsi. El gölü, burada su aynadı. Hər baxış öz tarixini bu aynada görür. 16-cı yüzyılında bu göl qazılanda bəlkə də onlar bilmirdilər ki, burası əsrlərin yadigarı olacaq. Səfəvilər dövründə bu yer bir saray bağçasına çevrildi. Suyun ətrafında şahlar gəzirdi, xalq isə toplanırdı. Suyun ortasında o xırda köşk elə bir ki, gölün qəlbinə atılmış bir imzadır. Burası fəqət hökumətlərin deyil, bəlkə xalqın xatirəsinin bir parçasıdır. Tarix burada daşda deyil, bəlkə su və insanlarla yazılmış. Əgər bir gün səsini dinlərsəz, hər dalğada bir nəslin xatirəsini duya bilərsiniz. Daşlara yazılmış dəstan təkin. Badab Sord çeşmələri, yerin pıçıltısı. Burada su yerin dərinliklərindən danışır, daşlar isə susub onu dinləyir. Min illərdir bu torpağın qəlbində isti və duzlu sular səthə çıxıb və təbiət səssizcə özü əsərini yaradır. Damcı-damcı axan su zamanla qəyələri boyuyub, pillə-pillə bir rəhli dünya yaradıb. Narinci, qırmızı, sarı elə bir ki, özü bir fərş toxuyub. Badab Sord çeşmələrinə baxanda elə bir ki, zaman dayanır. Suyun səsi insanın içindən eşitilir. Şəlmaş şəlaləsi. Burada su danışmaz, haykırar. Daşlar da onun səsini bir yancı təkin qeytərər. Bu dağların qəlbində minlər ildir ki, su axar, düşər, qavzanar, amma durmaz. Şəlalənin səsi səssiz deyil, amma bu səs insana qərib bir huzur verir. Elə bir ki, təbiətin ürəyi aramca atır. Şəlmaş
sadəcə bir şəlalə deyil, bu dağların içindən axan əzəli bir hekayədir. Torpağın öz səsidir. Kaniqıravan çeşməsi, suyun duası. Bu çeşmə səssiz axar, amma hər damlası bir dua kimi səslidir. Kaniqıravan, bu bulaq nə tiçilib, nə salınıb. O yerin öz nəfəsidir. Əsrlərdir değişməyən bir dua kimi. Suyun fərahlığı, torpağın nəfəsi, yelin yumşaqlığı bu yerin ruhu səssizliklə danışır. Bu nağıl da burada tamamlanır, amma İran hər baxışı bir yeni dünyaya açılır və sən bilirsən ki, bu səfər heç vaxt bitməyəcək.